Goranboyda pambıq yığımı hələ də davam edir. Əməkdaşlarımız rayonun pambıq sahələrində olublar. Ağqızılın hazırki vəziyyətinlə maraqlanıblar. Həmçinin fermerlərin bu sahəyə marağı və qayğıları barədə məlumat almağa cəhd ediblər. Rayonda pambıq yığımı yekunlaşmaq üzrədir. Belə ki, Goranboy rayonunun bütün ərazilərində becərilən pambıq sahələrində bir neçə gündən sonra yığım tamamilə başa çatacaq. Fermerlər isə bildirirlər ki, bu il ötənlə müqayisədə pambıq məhsulu boldur. Pambıq su sevər bitkidir. Suyu bol olarsa elə məhsulu da bol olar. Goranboylu fermerlər pambığın suvarılmasında Yuxarı Qarabağ kanalından gələn sudan istifadə edirlər. Bu il əvvəlki illərə nisbətən geniş ərazilərdə pambıq əkildiyindən suvarılmada bir qədər növbələr yaranıb. Buna baxmayaraq, bu il üçün rayonda əkilən pambıq sahələrində məhsuldarlıq boldur. Goranboylu fermer Anar Əliyev artıq bir neçə ildir pambıq becərir. Bu il o 11 hektardan artıq sahədə pambıq əkib və məhsulun ikinci yığımını həyata keçirir. Pambıq bitkisi nə qədər gəlirli görünsə də, onu becərməyin öz çətinlikləri var. Bu illər məhsuldarlığımız yaxşı olub. Keçənkinə baxanda, keçən il məhsuldarımız da aşağı idi. 23-24 sentner idi. Mən əkdiyim pambığı. İndi bu illəri 30-32 sentner pambığım məhsul verəcəm. Ötən ilə baxanda həm su barəsində yaxşı olub, həm məhsuldarlıq yaxşı olub, hava şəraiti yaxşı keçib. Yaxşı da məhsul götürmüşük. Goranboy rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, səpin aparılmış 1984 hektara yaxın sahənin 1763 hektarında yığım başa çatıb. Bu günədək 5497 tondan artıq məhsul toplanıb. Onların yığımında 10 kombayn iştirak edib. Əvvəlki illər daha çox əllə yığım olsa da, bu üsul baha başa gəldiyindən bu il fermerlər texnika ilə yığmağa üstünlük veriblər. Ancaq bu il texnikanın da qiymətlərində artım var. 10 hektar əkmişəm, 30 sentner məhsul, 30 ton pambıq vermişəm. Ötən ilə baxanda bu il mən özümdə 6 sentner çoxdur. Yəni indi ikinci üzdə yığırıq, yəqin ki bir 3-4 sentner də ikinci üzdən olar, 33-34 sentner məhsulumuz olacaq bu il. Goranboyda 2 pambıq qəbulu məntəqəsi var. Onlar ilk səpin günündən son qəbul gününə qədər fermerlərlə əlaqəli şəkildə çalışırlar. Belə ki, əkin zamanı texnika, toxumluq çiyid, mineral gübrələr, dərman preparatları hər birinin tədarükündə iştirak edirlər. Bu il biz pambıq yığımına sentyabr ayının 29-u gündən başlamışıq. Demək olar ki, hər gün pambıq yığımı davam eləyib. Biraz təbiətin şıltaqlığına baxmayaraq biz yenə də yığıb birinci yığımı demək olar ki, oktyabr ayının 25-i, 26-sı belə 26-sında qurtarmışıq. Bu gün də pambıq yığını hələlik davam eləyir. 25-nə kimi yəqin ki, yekunlaşarıq. Qabaqçı illərə baxanda bu il məhsul çox, mən deyərdim ki, yaxşıdır. Biz hardasa yekun belə nəzərdə tutmuşuq 29-30 sentnerlə yekunlaşdıracağıq. Hazırda birinci növ pambığın 1 tonu 800 manata satılır. Hər bir tona görə 190 manat subsidiya verilir. Belə olan halda 1 ton pambıq üçün fermer 990 manat almış olur. Qeyd edək ki, ötən il Goranboyda 1450 hektara yaxın sahədə 351 fermer pambıq əkib, bu il isə bu rəqəm 1980 hektara yaxındır. Qeyd edək ki, pambıq əkən fermerlərin də sayında artım müşahidə olunur. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV, Goranboy.